Hər kəs salam, mənim adım Fəriddir. Neçə vaxtdır oyunlar yox idi, yəni ölkələr idi. Ölkələrdə heç məsləhət görmürdüm çox yazmağı. Ona görə də həm özüm də çox oynamırdım, həm də ki, YouTube analizləri paylaşmırdım. Nəhayət ki, liqlər başladı. Liqlər başladığına görə bu gündən etibarən sizlər üçün YouTube analizi hər gün gələcək. Keçək oyunlarımıza. Birinci oyunumuz elə hamının gözlədiyi bugünkü oyundur, derbidir. Beşiktaşdan Qalatasaray oynayır. Burada dünənlərim Fenerbahçe qələbə qazandı. Burada Qalatasarayın xal itirmək kimi ehtimalı yoxdur. Yəni itirsə, arada hazırda 6 xal fərq var. Qalatasaray xal itirsə, yəni uduzsa, neçə xal düşür? 71 xal və Fener növbəti oyun qazansa, aradakı fərq 3 xal olur. Məncə Qalatasaray bunu riskə atmaz. Ən belə, yəni pis halda Qalatasaray məncə bərabərə qalacaq. Hətta udada bilər. Çünki hər kəs bilir ki, Beşiktaş o qədər güclü oynamır. Çox zəifdir. Keçən dəfə də oyuna baxırdım, 2 qırmızı alan kluba 20-30 dəqiqəyə bir gol vura bilmədi. Udmağa keç, bərabər edə bilmədi. Ona görə mən burada Qalatasaray tərəfdən yanayam. Qalatasarayın da heyətində demək olar ki, bir dənə sadəcə Salayev şübhəli durumdadır. O da oynaya bilər, böyük ehtimal oynayacaq. Bir dənə zədəli olan Icardidir. Hücum xəttində Osimhen, Barış Alper, Yunus, arxasında Morata, orta xətt çox superdir. Sara ilə Torreira məncə çox qəşəng toplar çıxaracaq Osimhenə. Mən burada Beşiktaş Qalatasarayla yanayam. X2 bərabərlik halında gedir ödəniş yazmaq olar. 1.53 əmsalı var. Bura qoyacağam, baxarsınız. Sonraki oyunumuz keçək İspaniya liqasına. Digər oyunumuz dönərim. Barcelona dünən yox, ondan öncəki gün Barcelona qazandı, qələbə qazandı. Bu gündən Real Madrid oyunu, Real Madrid qələbə qazanacaq, əmsalı yoxdur deyə onu heç yazmadım. Hazırda Atletico Madrid son 2 oyun, yəni liqdə son 2 oyunda uduzdu. Birinin Xetafeyə uduzdu, udurdu 1-0, gəldi qırmızı aldı, 2-1 uduzdu və Barcelona'nın 2-0 udduğu yerdən yenə gəldi 4-2 uduzdu. Çempionluq yarışından geri qalıb biraz, çünki Barcelona'nın hamısı 28 oyun oynayıb, Barça 63 xalı var, hazırda Atletico'nun da 56 xalı var, 4-7 xal fərq var. Amma məncə hələ ki Atletico Madrid çempionluq yarışından vaz keçməyəcək, çünki qabaqda Barça'nın yenə oyunu var, səhv etmirəmsə. Və Barcelona Real Madrid oyunu var, sonra orada yəni xal itirməyini gözləyəcək bunların. Burada Atletico Madrid məncə qələbə qazanacaq. Üst əmsalı biraz risklidir. 1.5 də yazmaq olar. Qəşəng əmsalı var. 1.30 neçə idi. Qələbə isə Atletico Madridin qələbəsi məncə çox idealdır. 1.60 əmsalı var. Bura qoyacağam, baxarsınız. Keçək İtaliya Serie A-ya. İtaliya Serie A məsləhətim odur ki, yəni çox oynamayaq. Çünki bu lig bilir ki, baronların əlindədir. İstədikləri kimi, istədikləri gün oyunları rahat fırlaya bilirlər. İlk oyunumuz Juventusdan Genoa oyunudur. Hazırda Juventusun baş məşqçisi dəyişdi. Juventus 5-ci yerdə Çempionlar Liqasına getmək istəyirsə, bu günləri mütləq şəkildə qələbə qazanmalıdır. Genoa isə 12-ci yerdə düşmə potasından yuxarıdadır və Konferans Liqasına belə yaxın gələ bilmir, çünki xalı çox azdır. Burada mən Juventusdan qələbə gözləyirəm, çünki Juventus son 2 oyun uduzub, Fiorentina 3-0 uduzub və Atalantaya 4-0 uduzub öz evində. Bunu tələfi etmək üçün, öz azarkeşlərini özünə bağışlatmaq üçün məncə burada Juventus qələbəsi gələcək. Juventusun qələbəsinin əmsalı 1.52 əmsaldır. Bura qoyacağım, baxarsınız. Və yeni baş məşqçi gəldiyinə görə məncə fərqli strategiya ilə, taktika ilə çıxacaqlar. Həmişə yeni baş məşqçi gələndə ilk oyun udurlar. Sonraki oyunumuz Lecce ilə Romadır. Burada Romanın oyunlarına baxsaq görürük ki, son neçə oyundur, hətta çox ideal gedirlər. O da qələbə qazana gedirlər. 1, 2, 3, 4, 6 oyunda qələbə qazanırlar. Ondan öncəki neçə oyundur, 7 oyunda uduzmurlar. Bu hamısında da demək olar 1-0, yəni minimal hesablanırlar. 1-0, 1-0, 2-1, 4-0, 1-0, 1-0, 1-1. Yəni burada mən Romadan qələbə gözləmirəm. Bərabərlik gələ bilər. Çünki burada Lecce də qol vura bilər. Çünki Lecce'yə mütləq şəkildə qələbə lazımdır. Çünki düşmə potasına yaxındır. 25 xal, 22 xal Empoli'nin var, düşmə potasındadır. Lecce'nin var 25 xal. Əgər burada Lecce uduzsa, Empoli qələbə qazansa, yəni Lecce üçün böyük bir təhlükədir. Ona görə məncə Lecce bütün gücü ilə dirənəcək. Hətta qol da vura bilər. Romadan da qol gözləyirəm. Mən onun ehtimalım, yəni 1-1 dəqiq hesabla yoxlaya bilərsiniz. 1.35 əmsal, 1.5 üst yazmışam bu oyuna. Bura qoyacağım, baxarsınız. Keçək Almaniya liqasına. Almaniya liqasına gələk. Burada birinci oyunumuz elə Bayern Münihdən Estepali oynayır. Bayern Münih son oyunlarına baxsaq görəcəyik ki, yəni qəşəng yaxşı vəziyyətdə deyil. Çünki neçə oyunda xal itirirlər. Hazırda keçən oyun 1-1-ə qaldılar Union Berlindən və ondan öncəki oyunda Bayern Münih qələbə qazandığı yerdə qırmızı alır, gəlir Bochuma uduzur. Dünənlərimdə Leverkusen qələbə qazandı 3-1 və Bayernin aradakı xal fərqini 3-ə minimala endirdi. Burada mən
Yəni Bayern gedişatını da nəzərə alsaq, məncə Bayern yaxşı oynayacaq, öz evində artıq udmalıdır. Çünki əməlli, yəni Leverkusen-lə öncəki oyunlarda hal fərqi var idi, amma Leverkusen gəlib çatdı. Və Bayern oyununa baxsaq görək ki, Bayern çox oyunda qol yeyir. Məsəl üçün Bayern 10 hücum eləyir, gəlir qonaq 1 hücum eləyir, qol vurur. Çünki Bayern bütün komanda ilə qabağa çıxır və bütün komanda ilə qabağa çıxanda müdafiədə boşluq yaranır. Burada lap Bayern qələbəsinin əmsalı açmayıblar. Lap belə minimal riskə salıb 2.5 yazmışam, 1.37 əmsal var. Onu da bura qoyacağam, baxarsınız. Və digər seçim də belə eləmək olar ki, Bayern time qələbə, onu da yazmaq olar. Digər oyunumuz Hoffenheimlə Augsburg oyunudur. Hoffenheim bilirik ki, qol üst klubudur. Yəni müdafiəsində problemlər var, hücum oynayır, boşluqlar buraxır. Gələk Augsburga. Augsburgdan dolayı, yəni bu oyunun üstünə böyük əmsal açıblar. Çünki Augsburg necə deyim, yəni tam defans oynayır. Defans oynayır, vuraram, vurmaram 1-0. Yəni vuraram, vuranda da 1-0, 2-1 belə hesablarla aparır. Vurmayanda da 0-0, 1-1 ilə yəni bəs eləyir elə bir. Və görərək ki, Augsburg 9-cu yerdədir. Əgər ən azından Avroliqa Konfrans Liqasına getmək istəyirsə, bu oyunu udmalıdır. Digər şey isə Hoffenheimdə 26 xalı var, düşmə potasında olan Bochumun 20 xal var. Yəni 6 xal fərq var, amma bu biraz təhlükəli haldır. Çünki ortada 1-3 oyun uduzduğu halda yəni bu riskə atıla bilər. Ona görə də mən burada və Augsburgun oyunlarına baxsaq görək ki, Augsburg neçə oyunda qol gəlmir. 1, 2, 3, 4, 5, 6. 6 oyunda Augsburg qol gəlmir. Yəni 6 oyunda qol gəlmir, hansı oyun, yəni qol gəlməlidir. Bu nə qədər qol yox qol oynayacaq. Və oyunlarına baxsaq görək ki, 0-0, 0-0, 3-0, 0-0, 1-0, 1-0 oynayan klubdur. Burada mən ilk qolu Hoffenheimdən gözləyirəm və Augsburgdan da buna dirəniş olaraq qol gözləyirəm. Qol əmsalı risk də olsa 1.74 əmsaldır. Mən bunu götürmüşəm, qoyacağam bura baxarsınız. Digər oyunumuz Mönchengladbachdan Leipzig oynayır. Burada hər iki klub yaxşı oynayan klubdur. Yəni Leipzig Mönchengladbacha baxmış daha yaxşı oynayan klubdur. Lig sıralamasına baxsaq Leipzig 5-ci yerdədir. Bu 5-ci yerdə olmaqdan gedir Avroliqaya. Mönchengladbach isə 40 xalı var, 7-ci yerdədir və 3 xal qazansa yenə qalxır Leipzigin yerinə. Amma burada elə problem var ki, Mönchengladbachın əsas qapıçısı zədəlidir. 18 yaşında qapıçısı oynayacaq bu günlərin və mərkəz hücumçusu qırmızı almışdı keçən oyun. O da olmayacaq. Mən bu yanından dolayı Leipzig tərəfindəyəm. Leipzig məncə uduzmaz, x2 düz şans yoxlamaq olar. 1.35 əmsalı var. Onu da qoyacağam, bura baxarsınız. Wolfsburgdan Heidenheim oynayır. Wolfsburg ligin ortalarında gedən bir klubdur. 38 xalı var. Yəni Avroliqaya Konfrans Liqasına getmək istəyirsə, bu oyunu udmalıdır. Amma son oyunlarına baxsaq görək ki, o qədər də yaxşı oynamır. Çünki o son oyunlarında 1-0, 1-1, 2-1, 1-1, 2-1, 0-0. Yəni qol görürük ki, müdafiəsində problemlər var. Bu problemlərdən dolayı da qol yeyir. Hoffenheim'a baxsaq isə görərik ki, 17-ci yerdədir. Ən azından ligdə düşmə potasındadır. Yəni 17-ci yerdədir. Ligdə düşmək istəmirsə, bu oyunda xal qazanmalıdır. Ən azı bir qol vurmalıdır, qol gəlməlidir. Yəni Heidenheim bu oyunda uduzsa, böyük ehtimal lig düşəcək. Amma xal qazansa və ya qələbə qazansa, ən pis halda 16-cı yerdə olub Bochumu keçib, digər ikinci liqdən qalxan klubdan play-off oynaya bilər. Yəni məncə burada Heidenheim bütün əlindən gələn oyunu oynayacaq ki, ən azı xal qazansın. Mən burada Heidenheimin bir qolunu götürmüşəm. Məncə çox ideal seçimdir. Wolfsburgda baxsaq qol yeyir, Heidenheimin də bir qolu 1.41 əmsaldır. Bura qoyacağam, baxarsınız. Digər oyunumuz gecə oyunudur Almaniyada. Frankfurtdan Stuttgart. Yəni bu oyunu bilmirəm, fırlayarlar, fırlamazlar. Çünki bütün dünya bu oyuna üst qol oynayacaq. Həmçinin mən də. Çünki statistikaya baxırıq, gedişata baxırıq, hər iki komandanın taktikasına baxırıq ki, hər iki komanda qəşəng hücum oynayır, qolu buraxır, qol yeyir. Üst və qol rahat gələ bilən klubdur və ən çox üst qol gələn klublardan biridir bunlar. Aralarında oyunlarda baxırıq ki, aralarında oyunlarda elə üst qol gəlir. Mən bu oyuna qol atmışam. Qol əmsalı 1.37 əmsaldır. Bura qoymuşam, baxarsınız ona da. Yəni bu oyunu fırlamasalar, yəni bu oyun qol gəlməsə milyon% fırlanacaq bir oyundur. Çünki bütün dünya buna qol oynayacaq. Əgər fırlasalar bu gün bunu fırlayacaqlar. Bu nəzərinizdə olsun. Digər oyunumuz Estrella Sporting oynayır. Dünənlərim gördük ki, Benfica qalib gəldi və Sportingdən xal sayı bərabər oldu. İkisi də 26 oyun oynayıb, ikisində 62 xal var. Əgər Benfica burada qələbə qazandığı halda, yəni 65 xal olur. Yəni mütləq şəkildə Sportingə qələbə lazımdır ki, Benficanın 3 xal qabağı olsun. Çünki son neçə oyun qalıb. Baxsaq görək ki, 34, 8 oyun qalıb. Yəni xal itirən klub çempionluqdan ola bilər. Məncə Sporting də burada çempionluqdan vaz keçməyəcək. Yəni qələbəsi biraz risk ola bilər. Qələbəsi necə risk ola bilər?
Evdən qol gözləyirəm mən, vura bilər. Qələbəsinə 1.30 əmsal açılıb, onsuz da əmsalı azdır. Mən burada Sportingin 2 topunu atmışam. 2 topun əmsalı 1.39, 1.40 əmsaldır. Onu da bura qoyacağam, baxarsınız. Digər oyunumuz Rusiya liqasındandır və çox qəribə bir oyundur. Bir dəqiqə gəlim deyəcəm. CSKA Moskva ilə Dinamo Mahatskala. Bu oyuna baxsaq görək CSKA Moskva 6-cı yerdə çempionluqdan geri qalıb. O heç Dinamo Mahatskala isə 21 xalı var, 11-ci yerdə, amma düşmə potasına çox yaxındır. Çünki düşmə potasının arasında 2 xal fərq var. Burada CSKA Moskva öz evindədir, məncə qol vuracaq. Dinamo Mahatskala da düşmə potasından çıxmaq üçün bu oyuna xal qazanmaq istəyəcək, hücum edəcək. Belə hal olduğu halda Dinamo Mahatskala vursa CSKA güclüdür, vuracaq və yaxud da ki CSKA Moskva vursa Dinamo Mahatskala tam gücünə hücum oynayacaq və burada boşluqlar verəcək. Oyuna mən 1.500 götürmüşəm. 1.500-ün əmsalı qəribə şəkildə 1.41 əmsalı var. Yəni dəyərləndirmək olar. Onu da bura qoyacağam, baxarsınız. Digər oyunumuz keçək İsveçrə liqasına. İsveçrə liqasından 3 oyun var. Siona Yverden götürmədim. Young Boys ilə STK-nın əmsalı 2.500-dür. 1.35 açılıb. Bu da belə yem ola bilər. Bunu da götürmədim. Lugano'nun Seyveti götürdüm mən. Çünki hər iki klub qol vurub qol yeyən klublardır. Hücum xəttləri qəşəngdir. Mən burada qol düşünürəm. Oyun 1-1-də qala bilər. 1.54 əmsalı var. Onu da bura qoyacağım, baxarsınız. Digər oyunumuz İsveç liqasından yeni başlayıb ilk oyundur. Haken'dən Brom Magpie belə bir klubdur, oynayır. Keçən liqa oyunlarına baxsaq, Hatsken heyətinə baxsaq, mən burada üst 2.500 qol gözləyirəm və ən ideal seçim isə ev sahibinin 1.5 üstüdür. 1.38 əmsalı var. Onu da bura işarə edəcəm, baxarsınız. Ən son oyunumuz 14-cü oyunumuz Djurgården ilə Malmö oynayır. Keçən ilin çempionu Malmö ilə Djurgården oynayır. Məncə bu indiki vəziyyətdə heç bir klub favori açmayıblar. Hər ikisinin udmaq ehtimalı eyni faizdə göstərilir. Amma yəni İsveç liqasına gəldikdə İsveç liqasının ən ideal seçimi nədir? Korner. Yəni burada 9.500 korner atmışam. 1.46 əmsaldır. Onu da bura qoyacağam, baxarsınız. Və nəzərə çatdırım ki, dünənlərim ödənişli kuponlar paylaşmışdım. Yəni Telegram kanalımda dedim ki, ödənişli kupon olacaq. Paylaşdım, dedim, çox inanıram və çox rahat şəkildə gəldi. Kuponumuz Fenerbahçe qələbə, digəri isə Benfica'nın 3 qələbəsi idi və erkən seansda isə Fenerbahçe qələbə və digər oyunu unutdum hansı idi. Birazdan paylaşacağım Telegramda və nəzərinizə çatdırım ki, Telegramda, yəni YouTube'a indi izləyənlər Telegramda qəşəng pulsuz oyunlar paylaşıram. Görmək üçün aşağıdakı linkini qoyacağam Telegramın və yaxud da ki Telegramda Topaz futbol adını axtarış edə bilərsiniz. Və mənə dəstək üçün videonu bəyənib dostlarınıza göndərə bilərsiniz. Hər kəsə uğurlar.